Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda heyvandarlıqda dayanıqlı inkişaf, innovasiyalar və perspektivlər mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, elmi tədqiqat institutlarının əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbələri, aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri, fermer və sahibkarlar, o cümlədən heyvandarlıq mütəxəssisləri və baytar həkimlər iştirak ediblər. Çıxış edən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev konfransın məqsəd və əhəmiyyəti barədə danışıb. Heyvandarlıq sahəsində mövcud vəziyyət, problemlər və onların həll yollarından bəhs edib. Tədbirin əsas mahiyyəti ondan ibarətdir ki, bugünkü gündə elmin və innovasiya sistemlərinin heyvandarlıqda tətbiqi və onlar hansı formada tətbiq olunur və bugünkü gündə heyvandarlığı biz hansı səvkidə inkişaf etdirməyə nail ola bilərik. Artıq biz gördüyümüz kimi Azərbaycan Respublikası çox geniş miqyaslı işlər görülür Azərbaycanda və bu sahədə də artıq onun bariz nümunəsidir ki, bugünkü gündə Cənab Prezidentimizin Çində olan səfərində onu göstərir ki, bütün sahələr, həm neft sektoru, həm də qeyri-neft sektorunun inkişafına artıq start verilibdir ki, biz də öz tövbəmizdə belə bir tədbirlərin keçirilməsində bu sahə hansısa da bir təcrübənin, hansısa da bir layihənin tətbiqinə nail ola bilərik. Konfransda söz alan Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov ərzaq təhlükəsizliyinin təminatında bitki mühafizəsinin rolu barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, bu istiqamətdə inkişafa nail olmaq üçün heyvandarlıq və bitkiçilik sahəsində çalışan elm adamları və mütəxəssislər birgə çalışmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin Elm Təhsil və İnsan Resursları şöbəsinin müdir müavini, sektor müdiri Emin Əliyev də nitqi zamanı heyvandarlığın mövcud vəziyyəti, Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdəki mövqeyi, dövlət dəstəyi və gələcək perspektivlərdən danışıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın Təşkili və Monitorinqi şöbəsi Zootexniki Xidmətlər sektorunun müdiri Tərlan Əsgərov çıxış edib. Tərlan Əsgərov aqrar sahənin inkişafında gənclərin rolu, mütəxəssis hazırlığı, kadr potensialı barədə danışıb, bu istiqamətdə bütün əlaqədar sahələrin birgə fəaliyyətinin önəmini vurğulayıb. Sonra Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi Fakültəsinin dekanı Mehman İsmailov, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti Fakültəsinin dekanı Şəlalə Zeynalova çıxışları zamanı ərzaq təhlükəsizliyi, insan kapitalı, ixrac imkanları, subsidiyalaşma, heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq, ekologiya və iqlim dəyişikliyi, biznes və aqrar əməkdaşlıq, praktik tətbiq platformaları, aqrar sahənin PR-ı, innovasiyaların tətbiqi, mütərəqqi texnologiyalar və genetik tədqiqatlar barədə ətraflı məlumat veriblər. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təşkil olunmuş bu tədbir çox böyük önəm daşıyır. Çünki tədbirin həm təcrübə hissəsi və elmi hissəsi bir yerdə müzakirə olunur. Mütəxəssislər, sahə mütəxəssisləri, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və universitetlərdən gəlmiş müəllim, professor heyəti, bizim tələbələrimiz yeniliklərlə tanış olunur, bir-birinin təcrübələri ilə bölüşürlər və bu sahədə yazılmış kitablar, aparılan elmi tədqiqat işləri ilə daha sıx şəkildə tanış olaraq bu bütünlüklə bütün ölkədə heyvandarlıq sektorunun inkişafına, istər onun zoo mühəndisliyi hissəsi olsun, istər baytarlıq hissəsi olsun, istər digər sahələri olsun, böyük töhfə verir və bu gələcək əməkdaşlığında gücləndirilməsində böyük rol oynayır. Tədbirin keçirilməsində məqsəd heyvandarlıq sahəsində ekoloji və innovativ layihələrin tətbiqinə daha geniş yer verilməsi barədə mövzusunda məruzələr olunmuş və bu günün tələbidir. Dayanıqlı heyvandarlıq sahəsi o deməkdir ki, bugünkü istehsal vasitələri, üsulları gələcək nəsillərin öz ehtiyaclarını ödəməsi üçün vasitələrin məhdudlaşdırılmamasından ibarətdir. Deməli, biz istəsək də, istəməsək də əhalimizi ərzaq məhsullarla təmin etmək üçün mütləq heyvandarlıq sahəsində innovativ layihələrdən istifadə etməliyik.
Konfrans geniş diskussiya şəraitində davam edib. Sonda konfransın məruzəçiləri təşəkkürnamə ilə təltif olunublar.